CP'nin eyni blokların sayıdır. Misal üçün 2 qüvvətdə 4 bərabərdir. Nəyə? 2-ni 4 dəfə bir-birinə vurduq. 2 qüvvətdə 2 və ya biz 2-nin kvadratıdır deyirik. Bu nə deməkdir? 2 vur 2'dir. 2 qüvvətdə 3 və ya 2-nin kubu. 2 vur 2 vur 2 deməkdir. Ədədin kvadratı və kubu dərsinə başlayırıq. 2 eyni ədədin hasilinə bu ədədin kvadratı deyilir. Yəni 3 vur 3 bərabər nədir? 3'ün kvadratıdır. Cavab verir nə? 9. Bunu həndəsə olaraq təsvir etsək, fikir versək, kvadratın daxilində sütun sayı və sətir sayı 3 olan xırda kvadratlara ayrılmışdır. İndi bu 3 sütun, 3 sütun, sətir, 3 sütun neçə kvadrat edir cəmində? 9 edir. Fikir versək ki 9'dur. Eyni qaydada kublara görə götürsək, yəni həndəsə olaraq təsvir etsək, 3'ün kubu deməli 3 vur 3 vur 3. O deyir 27 kub. Yəni kubun daxilində əgər sütun da 3, sətir də 3 və hündürlük də hündürlük 3, en 3, uzunluq da 3 götürülsə, onda belə bir nəticəyə gələrik ki, kubun neçə dənə daxilində kub düzəltmək olar? 27 dənə kub düzəltmək olar. Gəlin göstərək. Fikir verdik, bölgüləri götürək. 3 dənə belə. 3 dənə belə, 3 bölgü, 2 bölgü 3 hissə deməkdir. Eyni qaydada burada bölgülər eləyirik. Burada bölgülər eləyirik. Belə bölgülər eləyirik. Bir bölgü burada, bir bölgü də burada. Fikir versək, 3 uzunluqdur, 3 endir, 3 də hündürlükdür. İçini saysaq 27 dənə nə olar? Kub olar. Deməli, elə kvadrat da, kub da biz deyəndə bu tək cəbirdir, yəni ədəd yox, həm də həndəsi mənası var. Yəni burada konkret fiqurlardan gedir söhbət. Kvadrat və kubdan gedir söhbət. İndi gəlin birinci misala baxaq. 1'in kvadratı. Bunu həndəsi olaraq təsvir etsək, nə deməkdir? Yəni 1 vur 1 deməkdir bu. Yəni eni uzunluğu 1 olan nədir? 1 kvadratdır. İndi ikinciyə baxırıq. 2'nin kvadratı. Deməli 1 kvadrat götürürük. Bunu 2 dənə bölgüyə veririk. Aldıq cavabı nə? 4. Və ya biz bunu belə də yaza bilərik və ya belə də yaza bilərik. 2 vur 2 eləyər nə? 4. İndi baxıram, deməli burada böyük ədədlər var. Çox istəmirəm. 3'ün gəlin kvadratına baxaq. 3-cü bəndinə. Bunun gəlini birinci həndəsi mənasını verək. Bir dənə ixtiyari bir kvadrat götürürəm və onu 3 deməli nəyə ayırdım? Eni və uzunluğu 3 olan daxili, eni və uzunluğu 1 olan kvadratlara bölürəm. 1, 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 1. Fikir versəm, bunun ikini saysaq, buradan 2 dənə kvadrat almış olduq. 9 dənə. Yəni 3'ün kvadratı nə deməkdir? 3 vur 3'dür. O deyir 9. Eyni qaydada deməli biz baxırıq indi 3'ün kubuna. Qoy bu da olsun 4-cü sual, birinciyə aid 4-cü sual. Sual nömrə 1-də 4-cü bənd. 4'ün kubuna gəlin baxaq. Deməli bir kvadrat götürdük. Daha doğrusu bir kub götürdük. Və burada bölgüləri götürürük. 1 bölgü, 2, 3 və 4. 4 dənə kvadrat aldıq. Eyni qaydada belə. Fikir versək, burada əgər saysaq
Burada nə qədər kub var? Gəlin də onu tapaq. 4-ün kubu nədir dedik bəyək? Vuruqlardan 4 vur, 4 vur, 4-dür. 4-ü 4-ə vurdum, 16 elədi. 16-nı 4-ə vuranda 64 edir. Araşdırsaq həqiqətən, deməli bunun içində nə qədər kub var? 64 dənə kub var. İndi gəlin 8-in kubu da eyni məntiq əsaslanır. Deməli yazdım nə? 8 vur, 8 vur, 8. 8-i 8-ə vuranda 64 edir. 64-ü 8-ə vuranda 512 edir. İndi gəlin ikinci misala baxaq. Deyir, ədədlərin hansı ədədin kvadratı və ya kubu olduğunu müəyyən etmək olar? 2-də. Verilmiş ədədlərin hansı ədədin kvadratı və ya kubu olduğunu müəyyən edək. Gəlin 4-ə baxaq. 4 nədir uşaqlar? 2 vur 2-dir. Yəni 2-nin kvadratıdır. 9 nədir? 3 vur 3-dür. O dedik nə? 3-ün kvadratı. Gəlin B variantına baxaq. Deməli 1 nədir? 1 vur 1 vur 1 yaza bilərik də. Onu da 1-in kubu deyə. Kub şəklində göstərsək. 8 nədir? Deməli 8-i biz Brahma-Gupta qaydasıdır. Yəni sadə vuruqlara ayırma. Sadə vuruqlara ayırmadır. Bunu rus dilində adı deməli buna rus dilində bunun adı Prakriti qaydasıdır. Prakriti qaydasıdır. Yəni belə Azərbaycan dilində biz sadə vuruqlar deyirik də buna. 8-i yazırıq nə? Deməli sadə vuruqlara ayırırıq. 8-i bölünən birinci nəyə? 2-yə, bilmirəm də nəyin kubudur bu? 4-dür. 4-ü yenə 2-yə bölünəm eləyir nə? 2. 2-ni də 2-yə böləndə nə eləyir? 1. Fikir versək, burada neçə dənə 2-miz var? 3 dənə. Deməli bu 2-nin nə idi? Kubudur. Yəni 8 nəyin kubudur? 2-nin kubudur. İndi gəlin eyni qaydada 216-ya baxaq. 216 mən bu dəqiqə bilmirəm nəyin kubudur. 2-yə bölürəm, sadə vuruğa 2-yə. Cavab elədi 108. 108-i yenə sadə vuruq 2-yə bölürəm. İndi sadə vuruq nədir bəs? Sadə vuruq deyirəm. Sadə vuruq deməli ancaq özünə və 1-ə bölünür. Misal üçün 2-nin özü fikir versək 2 ancaq nəyə bölünür? 2-yə bölünür və 1-ə bölünür. Amma 4-ü mən deyə bilmirəm. Nəyə görə? 4 həm 2-yə bölünür, həm 4-ə bölünür, həm də 1-ə bölünür. 3 dənədir. Deməli sadə vuruq nə oldu? Yalnız özünə və 1-ə bölünən ədədlərə deyildi. Yəni mən sadə vuruq olaraq da biz hansı ədədləri ilkin olaraq təyin edirik? 2-ni, 3-ü, 5-i, 7-ni, 11-i və s. 108-i 2-yə bölürəm, eləyir nə qədər? 54. 54-ü 2-yə bölürəm, eləyir 27. 27 2-yə bölünmür. 2-dən sonra gələn sadə vuruq 3-dür. 3-ə bölürəm, eləyir 9. 9-u 3-ə bölürəm, eləyir 3. 3-ü 3-ə bölürəm, eləyir 1. Fikir versək, burada neçə dənə 2 var? 3 dənə. Deməli 2-nin kubu vur 3-ün kubudur. Qüvvətlər eyni olanda uşaqlar. Biz bunu elə qıraqda, mötəzədən kənarda da yaza bilərik. 2 vur 3-ün kubu kimi də yaza bilərik. Bu eləyər nə qədər? 6-nın kubu. Biri var əzbəriyyəti uşaqlar. Biri var yəni bu formada ən azından biləsiz. 343-ə baxsaq, 343 7-yə bölünür. 7 də sadə vuruqdur, bayaq qeyd eləmişəm. 343-ü 7-yə böləndə birinci eləyir 49. 49-u eyni qaydada 7-yə bölürəm, alıram 7. 7-ni 7-yə bölürəm, alıram 1. Fikir versək deməli 343-ü yenə Prakriti qaydasıdır. Brahmatollar deyək də, belə deyək ki, qədim Hindistan riyaziyyatına əsaslanan bir qaydadır. İndi bizim dilimizdə sadə vuruqlara və ya sadə bölən şəklində yazılmadır. 343-ü deməli baxsaq, 343-də 3 dənə 7 vuruq var. Yəni 7-nin nəyidir? Kubudur. İndi baxırıq deməli 3-cü misala. Bunun həndəsi olaraq da tapmaq olar. Yəni götürərəm bir kvadrat, bir kub, söhbət 343-dən gedirsə. Və 343-ün eni, uzunluq və hündürlüyünə görə uyğun olaraq 7 dənə 6 dənə düz xətt keçirəm və 7 dənə artıq nə alarıq? Fiqur alarıq. Və burada kubların sayını tapıb biz elə də tapa bilərik. Düzdür, o biraz cobud olacaqdır. Amma yenə də. Yəni belə bu formada tapmaq olar. Yeftinin kubunu elə tapmaq olar. Amma 343-dən 7-nin kubuna keçiddə artıq məlumdur ki, sadə vuruqlara ayrılış və ya praktiki qaydası deyək də qədim Hindistan riyaziyyatına əsaslanan bir qaydadır. O qaydadan istifadə etmək lazımdır. Hindistan riyaziyyatına. İndi baxırıq deməli nömrə B-ni yazdıq.
müəyyən bir qaydasını yazdıq. İndi baxırıq nömrə 3-ə. Qanuna uyğunluğu müəyyən edin. Gəlin birinciyə baxaq. 1. Mən bunu dairə şəklində göstərəcəm. Çox böyük oldu. Bundan kopya verək. Nəsə də belə bir dairələrdə indi lazım deyil ideal həndəs fiqur. Vaxtımız azdır. 3, 4, 5. Bizə nə verilib? 1 verilib, 4 verilib, 9 verilib, 16 verilib deyir. Ondan sonraki 2 ədədi yazın. Gəlin baxaq. 1 nəyin kvadratdır 1-in, 4 nəyin kvadratı 2-nin kvadratı, 9 nəyin kvadratı 3-ün. Fikir versə sıradır da. 16 nədir 4-ün kvadratı? Onda burada nə olacaq? 5-in kvadratı. Olar nə? 25. Sonra gələr nə? 6-nın kvadratı. Eləyər nə? 36. Sonra deməli 3-də deməli bir dənə buna uyğun olaraq yenə F variantına baxaq. 8 nə olacaqdır? Bayaqki qayda ilə 2-nin kubudur. Elə bir 8 dənə kubu götürsən üst-üstə yığırsınız da müəyyən bir fiqur alsın. Sayını tapsan. 64'e baxıram. 4'ün kubudur. Həqiqətən 64 nədir? 4 vur 4 vur 4. Gör neçədir? 4 vurdum 16, 16'ın 4'ü 64. 64'dür. Sonra deməli baxırıq 216'ya. 6'nın kubudur bayaq demişik. 5 sonunkini yenə gəlin sadə vuruqlara eləmək nə eləyək? 8'in kubudur. Cavabdan getmir. Yəni yazaq da. 5 sonunkini 2'yə böləm 256. 256'nı böldüm 2'ye elədi nə? 128. 128'i böldüm 2'ye elədi nə qədər? 64. 64'ü böldü 2'ye elədi nə qədər? 32. 32'ni böldüm 2'ye elədi 16. 16'nı 2'ye fikir verirsə sadə vuruqlara bölürəm də. Özünə və yalnız 1'ə bölünən ədədlərə. Bayaq da qeyd edək ki, sadə vuruqları 2'dir, 3'dür, 5'dir, 7'dir, 11'dir, 13'dür və s. Bir sadə ədəd deyil. 16'nı 2'ye 8, 8'i 2'ye 4, 4'ü 2'ye 2, 2'ni 2'ye 1. Fikir versək gəlin görək burada 3 çayraq ikiləri. Biri üçlük, ikinci üçlük, üçüncü üçlük. Birinci üçlüyə baxaq. 2 vur, 2 vur, 2 eləyir nə qədər? 8. Deməli 3 dənə 8'lik var. 8'in kubudur yəni bu. Yəni belə çıxır ki, deməli 5 sonki nədir? 8'in kubudur. Dördüncü misala baxaq. Deyir sahələri verilmiş kvadratın tərəfinin uzunluğunu tapın. Nəyin kvadratı 100'dür? 10'un. Deməli bu kvadratın tərəfi nədir? 10'dur. Gəlin 5-ci suala baxaq. Nəyin kvadratı 1000'dir? Nəyin kubu 1000'dir daha doğrusu? Tərəfi 10 olan kubun. Tərəfi nədir? 1000'dir. Natural ədədin kvadratına bərabər olan ədədə tam kvadrat deyilir. Natural ədədin kvadratına bərabər olan ədədə nə deyilir? Tam kvadrat deyilir. Misal 25 nədir? 5'in kvadratı. İndi bizə nə deyir variantı? Deyir 20 və 90 arasında tam ədədlərin kvadratlarını tapın. Üstə mən 20-90'ı yazıram. İndi bunun aralığına düşəni tapacağım. Birinci ağlımıza gələn ədəd 1'dir. 1'in kvadratı 1'dir. 2'nin kvadratı 4'dür. 3'ün kvadratı 9'dur. 4'ün kvadratı 16'dır. 5'in kvadratı nə olur? 25. Deməli bu da 5 olur. 9'un kvadratı nədir? 81'dir. 10'un kvadratı artıq 100'dür. Bizə deyir ki 20 və 90 aralığında olan ədəd. 20 və 90 arasında olan hansı ədədlər olacaq? 5, 6, 7, 8 və 9. Yəni bunların da tam kvadratları nə olacaq? 25, 36, 49, 64, 8'in kvadratı 64'dür. 9'un kvadratı nədir? 81'dir. İndi bizə nə deyir? 7-ci misala baxırıq B variantına. Deyir 200 və 400 arasında olan ədədlərin tam kubları tapın. 200 və 400. Gəlin birinci 5'in kubuna baxaq. 5'in kubu dedik ki 5 vur 5 vur 5'dir. Yəni nə qədərdir? 125'dir. 125'dir. Ondan sonra bir də 8'in kubuna baxaq. 8'in kubu nədir? Deməli 8 vur 8 vur 8'dir. O deyir 5 sonuncu. Deməli 5 ilə 8 arasında olan ədədlər olacaq. Burada hansı ədədlərin kubu olacaq? 6'nın kubu olacaq, 7'nin kubu olacaqdır. 6'nın kubu eləyər 216,
7-nin kubu edər 343. Deməli biz nə bildik? 1-in kubu deməli 1 vur 1 vur 1 elədi 1. 2-nin kubu 2 vur 2 vur 2 elədi 8. 3-ün kubu 3 vur 3 vur 3 elədi 27. 4-ün kubu 4 vur 4 vur 4 elədi 64. Ən azından biz ona qədər bilməliyik. 5-in kubu 5 vur 5 vur 5 cavab edər 125. 6-nın kubu 6 vur 6 vur 6 cavab edər 216. 7-nin kubu eyni qaydada 343'dür. 8-in kubu 512 eyni qaydadadır. 9-un kubu 700 deməli 29'dur. İndi baxırıq deməli 8-ci suala. Tərəfinin uzunluğu A olan kvadratın sahəsi nə qədərdir? Kvadrat nədir? Bütün tərəfləri bərabər və hər bir bucağı daxili bucaqdan gedir söhbət. 90 dərəcə olan 4 bucaqlıdır. Kvadratın deməli xarakterizə olunur nə ilə? Tərəfi, perimetri və sahəsi ilə. Kvadratın tərəfinə A götürsək, perimetri ətrafı, yəni P bərabər 4A ilə tapılır. Sahəsi A kvadratı ilə, həcmi isə A-nın kubu ilə tapılır. İndi bizə nə deyir? Tərəfin uzunluğu A olan kvadratın sahəsi nə qədərdir? Məlum ki, sahə olar A kvadratı. İndi baxırıq B variantına. Tili B olan kubun həcmi və hər bir üzünün sahəsi. Deməli, nömrə 8-də B variantına baxırıq. Gəlin görək kub nədir? Hər bir üzü kvadratdır. 12 tili 8 təpə nöqtəsi və 6 üzü var. Kubun tilini A götürsək, tillərin uzunluqlarının cəmi, yəni perimetri olar 12 A. Bir üzünün sahəsi olar A kvadratı, fikir versiz bir üz. İndeksdə 1 qoymuşam. İndeks əyaq deməkdir. Yan üzünün sahəsi, kubun deməli 6 üzü var. 4 yan üzü var. Onu da qeyd edək. 2 oturacağı var. Kubun bir üzü olar A kvadratı, yan səthi olar 4 A kvadratı. Tam səthi, yəni bütün üzlərinin sahəsi olar 6 vur A kvadratı. Bu da 4 vur A kvadratı. Həcmi də olar A-nın kubu. 8-də C variantına baxırıq. Hansı ədədə və 4 əlavə edəndə 7 ədədin kvadratı alınır. Gəlin görək 7-nin kvadratı nədir? 49 deyil. Hansı ədədə 4 əlavə etdirsə, yəni 49-dan 4 nə etməliyik? Çıxmalıyıq. Deməli 45 ədədindən gedir söhbət. D variantına da baxaq. Hansı iki natal ədədin kvadratlarının cəmi 100-dür? 8-in kvadratı üstə gəl 6-nın kvadratı. 8-in kvadratı nədir? 64. 6-nın kvadratı 36. Cavab edər 100. Verilənlərdən 9-cu misala baxırıq. Verilənlərdən istifadə edərək ədədin kvadratını tapın. %23'e baxırıq. 23'ün kvadratı 23'ü 23'e vururam. Eləyir 529. Yaxşı, onda 230'un kvadratı nə olacaq? Yazıram 230 vur 230. 23'ü 23'e 529. Burada 2'dən 0 görürsünüz. 2 dənə. Biri budur, biri budur. Görünədə bir 2'dən 0 yazam. Olur nə qədər? 52.900. Bu qaydada o birisləri də yazmaq lazımdır.
İndi 870'in kvadratında gəlin burada baxaq. Veribdir 756.900. Mən əgər 0 götürürəmsə, onda sıfırlar hamısı oradan nə olur? Götürülür. 7569 olur. Amma bir şey yadınıza saxlayın ki, qüvvət, bunu əvvəlki dərsdə demişdim, ədədin onun qüvvətində sıfırların sayı da qüvvətin sayı qədərdir. Onun kvadratı 100'dür, onun kubu 1000'dir, 10 üstü 4 10.000'dir və s. 10-cuya baxırıq. Qanuna uyğunluğu müəyyən edin və ilk 10 tək ədədin cəmini tapın. Bu nədir uşaqlar? Bunun mənası odur ki, deməli, yadınıza saxlayın ki, bu belə bir qaydamız var ki, tək ədədlərin cəmi ardıcıl tək ədədlərdən gedir, əlbəttə ki, söhbət. Ardıcıl tək ədədlərin cəmi həndəsə izahında şəkildə verilibdir. Cəmi həmin tək ədədlərin sayının kvadratıdır. Gəlin baxaq. 1, üstə gəl 3, üstə gəl 5, üstə gəl 7, üstə gəl 9, üstə gəl 11. Bax, yoldaşlar, bu da neçədən ədəddir? 6 dənə. Deməli, burada 6 nə idi bu? Kvadratdır. Bax, görsən 1, 2, 3, 4, 5, 6, 6 ədəddir. 6'ın kvadratını tapam. 6'ın kvadratı nədir? 6 vur 6. O da eləyir 36. İncəl toplayaq görək, həqiqətən mi elədir? Baxıram, 9 ilə 11 elədi 20. 5 ilə 7 elədi 12. 20 ilə 12-nin cəmi elədi 32. Üzərinə 4, 36. Həqiqətən doğrudur. 11-ci suala baxırıq. Hansı rəqəmlər tam kvadratların son rəqəmi ola bilər? Məlum ki, bu 1 ola bilər, 4 ola bilər, 0 da ola bilər, öz yerindədir, 5 ola bilər, sonra 6 ola bilər və 9 ola bilər. Yoxlayaq. 10'un kvadratı 100'dür. 11'in kvadratı 121'dir. 12'nin kvadratı 144'dür. 13'ün kvadratı 169'dur. 14'ün kvadratı 196'dır. 15'in kvadratı 225'dir. Çilvəyəsiz 1, 4, 9. 1, 4, 5, 6, 9 ola bilər. Hansı rəqəmdə tam kvadratın son rəqəmi ola bilməz? Qalan rəqəmlər məlum ki, olmayacaqdır. Xeyr, C variantına baxsaq, axır 2 olduğundan bu tam kvadrat deyil.